İçimdən öyle gəldi. Hiss eləyirəm Şir Bürcü olaraq. Harika qaşlar yaradan Harika xanımdır. Harika xanım, bir cümlə istəyirəm siz özünüz haqqında deyəsiniz. Bir cümlə isə estafeti verəcəyik Səidə xanım. Səidə xanım haqqında deyəcəyik bir cümlə, okeymi? Özüm haqqında deyə bilərəm ki, ideal nəticə istəyən xanımlara o nəticəni mən verirəm usta olaraq. Bir usta olaraq. Şir Bürcü digər usta haqqında nə deyə bilər? Mənim qədər ideal olmasa da, ideal qaşlar verir o da öz müştərilərinə. Səidə xanım, zəhmət olmasa bir cümlə usta olaraq özünüz haqqında, digər cümlə estafeti verəcəyik Şahzadə xanım haqqında deyəcəyik. Tüklərinizdən seçilməyə, gözəl forma istəyən xanımlar mənə müraciət etsinlər. Okey. Nə bürcüydünüz? Qız. Qız bürcü digər usta haqqında nə danışa bilər? O da gözəl ustadır, gözəl işləri var. Kimi seçsin müştəri? İkimizi də. Yox, ikinizi necə? Bir qaşınızı siz işləyəsiniz, bir qaşınız digər xanım. Xeyr, mənim. Ay sağ ol. Şahzadə xanım bizim permanent üzrə ustamızdır. İllərdir bu sənətə özünü verib, çox peşəkardır doğrudan da. Şahzadə xanım, bir usta olaraq sizi niyə seçmədilər? Mən xanımların istədiyi təbii qaşları onlara verirəm. Təbii dodaqları, layneri mənə müraciət edib elətdirə bilərlər. Nə bürcüydünüz? Dolça. Dolça bürcü. Nə deyə bilər digər usta haqqında? Digər usta haqqında da onu deyə bilərəm ki, o da çox gözəl ustadır. İnşallah ki, bu işdə daha çox uğurlar qazanar. Gözəl, yəni yaraşıqlı ustadır. Hər ikisi ola bilər. Usta bizim Türk Effekt ustamızdır.